Hansı birləşmələrdə oksigenin kütlə payı eynidir deyir bizə. Burada ümumi formulları çıxarsaq, məsələn birincinin formuluna baxsaq, daha qısa yolu karbon, hidrogen, oksigen. Yəni 1-2-1 nisbətdir burada. Burada baxsaq, karbon 1-dir, hidrogen 2-dir, oksigen də 2-dir. Bu olmadı. Burada karbon 2-dir, hidrogen 4-dür, oksigen 1-dir. Burada karbon 2-dir, hidrogen 4-dür, oksigen 2-dir. Bu da ixtisar gedəndə 1, 2, 1. Eyni nisbət olduğuna görə, deməli karbonun kütlə payı 1 ilə 4-də eyni olacaq. Və yaxud da hesablasaq, omega bərabər karbon 12-dir, Mr 30-dur burada. Vur 100, 40%. Digərini omega bərabər karbon 2-dir burada, 24-dür, Mr 60-dır, vur 100, 40%. Yəni cavabımız burada 1, 4, B variantı.